Bugünkü dərsimiz Ərəb-İsrail müharibələridir. Başlanğıcından başlayırıq. İkinci Dünya müharibəsindən sonra ərəblərin azadlıq mübarizəsi nəticəsində müstəqil dövlətlər yarandı və 1947-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı ilə Fələstin ərazisində iki hissəyə bölündü. Fələstin və İsrail dövlətini yaratmaq haqqında qərarlar qəbul olundu. Qüds şəhəri beynəlxalq statusuna malik olmalı idi. Lakin ərəb ölkələri bu qərara qarşı çıxdı və 1948-ci İsrail dövlətinin yaranmasını bunun vasitəsilə elan olundu. İsrail dövlətinin yaradılması etiraz edən 6 ərəb dövləti, yəni Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistan və Suriya İsrailə müharibəyə elan elədilər. Və ilk müharibəyə baxaq 1948-ci ildə və bu müharibə nəticəsində ərəb hərbi qüvvələri məğlub oldu. Ərəb-İsrail münaqişəsinə əsası qoyuldu. BMT-nin qərarı yaradılmış olan Fələstin dövlətinin əraziləri İsrail tərəfindən nəzarət altına alındı. Yüz minlərlə Fələstinli öz yaşayış yerlərini tərk edərək BMT-nin təşkil etdiyi Qaçqın düşərgəsində məskunlaşdırıldı. Birinci Ərəb-İsrail müharibəsi Ərəb dövlətinin məğlub olmasının səbəbləri bunlar idi. Qüvvələr nisbətən İsrailin xeyrinə olması, müharibənin pis idarə edilməsi, İsrailə xaricdən silah yardımının edilməsi idi. Daha sonra ikinci müharibə Ərəb-İsrail müharibəsi 6 gün davam edən bu müharibə 6 günlük müharibə adlanmışdı. Müharibədə İsrail qalib gələrək Şərqi Qüdsü, Qəzza bölgəsini, Sinan yarımadasını və digər əraziləri ələ keçirdi. Bu müharibə ərəb ölkələrinin məğlub olmasının səbəbləri orada korrupsiyanın olması, pis idarə etməkdir. Bu müharibədən sonra Fələstin hərbi siyasi qrupları beynəlxalq terror hadisələrinə başlamışdı. Daha sonra 3-cü müharibəyə baxaq. 1973-cü ildən başlayır. Müharibənin səbəbi ərəb dövlətlərinin işğal edilmiş əraziləri göyə qaytarmaq istəməyi idi. Bu müharibə ilə Ərəb-İsrail münaqişəsinin beynəlxalq miqyası aldı. Müharibədə SSR ərəb ölkələrinə, ABC İsrailə yardım edirdi. Müharibə zamanı ərəb dövlətləri neftin qiymətini 4 dəfə artırma haqqında qərar dünyada ilk dəfə neft böhranına səbəb oldu və neft artıq beynəlxalq münasibətlərdə təsir vasitəsi kimi istifadə olunmağa başlandı. 1970-ci illərin ikinci yarısında iqtisadi və sosial problemləri Misir ilə İsrailə yaxınlaşdırdı. 1978-də ABŞ vasitəsilə Misir və İsrail arasında Camp Daviddə separat saziş imzalandı. Sazişə əsasən Misir İsrail müstəqil dövlət kimi tanıdı. İsrail 1967-də işğal etdiyi Sinay yarımadasını Misirə geri qaytardı və 1978-ci ildə Camp David imzalanan bu müqavilə Misir-İsrail sazişi nəticəsində ərəb dövlətlərinin etirazına səbəb oldu və onlar Misir və iqtisadi siyasi əlaqələrini kəsdilər. İndi bura diqqət etsək, baxacaq ki, 1965 və 73-cü ildə Vyetnam müharibəsi və 1967-73-cü illərdə isə Ərəb-İsrail müharibələri böyük dövlətlər arasında tarazlığını pozmayan regional müharibələr hesab olunur. Regional müharibələr dünyada sülh üçün təhlükəli olduqda SSR və ABŞ diplomatik yolla münaqişələri həll etməyə çalışırdı və 1967 və 1973-cü ildə başlanan bu müharibələr Ərəb-İsrail müharibəsi, yəni məhz belə buna görə dayandırılmışdı. Fələstin problemi müasir dövrdə nəzər salsaq isə İsrailin Qüds şəhərinin özünün vahid və bölünməz paytaxtı elan etməsi 1980-ci siyasi vəziyyət daha da kəskinləşdirilmiş və soyuq müharibə başa çatması ilə yaxın şərqdən münaqişələrin sülh yolu ilə həll ümidini artırırdı. 1993-cü ildə imzalanan Vaşinqton sazişinə əsasən Qəzza zolağı və Ərahi şəhəri müstəqil deməyək, Fələstin muxtariyyətinin yaradılması üçün mühüm rol oynadı. Lakin münaqişə hələ də davam etməkdədir və Vaşinqton sazişinin imzalanmasını kimlər iştirak edib? Burada biz görəcəyik ki, ABŞ prezidenti Bill Clinton vasitəsilə İsrailin baş naziri İshak və Fələstinin Azadlıq Təşkilatı rəhbəri Yasir Arafatın görüşü nəticəsində olmuşdur və mübarizə və münaqişə hələ davam etməkdədir. Son 2 il ərzində müharibə davam edirdi. Bu yaxınlarda sülh müqaviləsi deməyək, atəşkəh imzalandı və atəşkəh nəticəsində orada müharibə yoxdur. Lakin hələ də Fələstin problemi öz həllini tam tapmamışdır. Sağ tərəfdə xəritəyə diqqət etsək, 1948-ci ildəki ərazilərdir və ilkin yaradılması olan ərazilər Fələstin və İsrail ərazilərdir və biz burada görürük ki, işğal olunmuş ərazilərdir. Daha sonra bu birisinə baxsaq, BMT-nin qərarı ilə İsraillərin, yəni Yahudilərin yaşadığı ərazilərdir bu göydən işarə olunmuş ərazilər, o birislər isə ərəblərin yaşadığı ərazilərdir. Daha sonra bu isə müharibələr nəticəsində ələ keçirilmiş yaşıl zona, yenə Yahudilərə aid zonadır. Biraz portalamsı rəngdə olan ərazi isə ərəblərə aiddir. Lakin zamanla bu ərazilər tamamilə qısalmışdı və sol tərəfdə Qəzza bölgəsi və belə deyək, İordaniya çayının qərb sahilində isə Fələstinin bu birisi ərazisi var. Yəni bura demək olar ki, Ramallah və Qüds şəhərinin yerləşdiyi ərazi sayılır. Dərsimiz bu qədərdir. Xəritələrə də baxıb faydalana bilərsiniz. Ümidvaram sizin üçün faydalı olacaqdır. Sizə uğurlar arzulayıram.